Bu günlərdə məlum olduğu kimi ölkədə hava şəraiti qeyri-sabit keçir. Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, mayın 4-ü gecədən mayın 5-i səhərəcən bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qeyd olunur ki, yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14 dərəcə isti, gündüz isə 18-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 2-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.